də biz görək qalibi seç düyməsini ekranda və qalibi seç düyməsini sıxdıqdan sonra 10 saniyəlik geri sayımız başlayacaq. 10 saniyədən sonra artıq bir nəfər bizdən iPhone 17 qazanacaq. Dekabrın 7-sinə olan bizim qalibimiz kimdir? Qalibi seç düyməsini sıxaq. Və 10 saniyəlik geri sayımız başladı. 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Təbrik edirik dəyərli dostlar. Belə ki bizim ilk bugünün iPhone 17 qalibi 055 385 05 mobil nömrəli istifadəçimizdir. Bir daha nömrəsi səsləndirirəm. 55 385 05 baksel nömrəli istifadəçi ilk iPhone 17-nin qalibini oldu. Keçək digər iPhone 17 qalibini müəyyənləşdirək. Artıq dekabrın 8-nə olan bizim qalibimiz sadəcə 69-cu tirajın qalibi kimdir? Qalibi seç düyməsini sıxaq. 10 saniyəlik geri sayımdan sonra artıq bir nəfər bizdən iPhone 17 qazanacaq. Ümid edirik ki, bizi izləyən dostlarımızdan biri olaraq əgər siz tanısanız mütləq şəkildə yazın və yox siz özünüz qalib olsanız yazın ki, biz sizi tanıyaq. Və 2 saniyə, 1 saniyə, 0 saniyə. Təbrik edirik. Növbəti qalibimizin nömrəsini böyük məmnuniyyətlə səsləndirmək istəyirəm. 55 615 66. Bir daha səsləndirirəm. 55 615 66 baksel istifadəçi bizdən iPhone 17 qazandı. Təbrik edirik. Və böyük məmnuniyyətlə, böyük həyəcanla keçid almaq istəyirik. 10-cu Zikr avtomobilinin qalibini müəyyənləşdirməyə həftəlik, artıq 10 həftədir biz qaliblərimizi müəyyənləşdiririk. Qalibi seç düyməsini sıxaq. 9 Zikr öz sahibinə qovuşub. Bəlkə də o dostlar sadəcə 1 manat ödəniş edib 3 şans alıblar. Bəlkə şanslarını daha da artırmaq üçün bizim digər şans proyektlərini aktivləşdiriblər. Amma nəticədə onlar bizdən Zikr 001 avtomobili qazanıblar. Və artıq 10-cu həftənin Zikr avtomobilinin qalibi artıq bir neçə saniyədən sonra biz biləcəyik. Biləcəyik o şanslı qalib kimdir? Biləcəyik o 2026-cı ilə son model Zikr 001 avtomobilinlə daxil olacaq. Özünə belə bir hədiyyə ilə dostumuz kim olacaq? İzləyicimiz kim olacaq? İstifadəçimiz kim olacaq? Çox maraqlıdır. Və artıq bir saniyədən sonra Zikr avtomobilinin qalibi müəyyənləşir dəyərli dostlar. Və böyük məmnuniyyətlə mən nömrəni ekranda görmək istəyirəm. Alqışlayırıq biz qalibimizi. Təbrik edirik. Baksel lotereyasında 10-cu həftədə bizdən Zikr avtomobilini qazandı. 55 433 48 mobil nömrəli dostumuzdur. Bir daha nömrəsini səsləndirəm. 55 433 48 baksel nömrəli istifadəçi bizdən Zikr 001 avtomobilini qazandı. Təbrik edirik. Artıq 10-cu avtomobil də öz sahibinə qovuşdu. Dəyərli dostlar, biz həmən canlı yayımdan sonra bizim izləyicimizlə əlaqə saxlayacağıq və qalibimizə təbrik eləyəcək. Təbii ki, bunu da çəkib biz paylaşırıq Bakselin sosial şəbəkə hesablarına. Siz də o həyəcanlı anı müşahidə edirsiniz. Dəyərli dostlar, artıq bir neçə bizim, necə deyərlər, günümüz qalıb və 20 gündən sonra biz 200.000 manat dəyərində olan Porsche Cayenne avtomobilinin qalibini də müəyyənləşdirəcəyik. Təbii ki, sizin müşahidənizlə. Bunun üçün sayılı günlərdən istifadə edib şans proyektlərini aktivləşdirmək lazımdır. Sabah yenə eyni məkanda, eyni saatda və eyni sosial şəbəkələrdə görüşmək ümidi ilə dəyərli dostlar. Canlı yayın bitəndən sonra elə həmən şans proyektlərini aktivləşdirin ki, bilmək olmaz, bəlkə sabahki canlıda iPhone 17-nin qalibi siz oldunuz. Xudahafiz.